Salam dəyərli tələbələr, mən Ağayeva Günay, Həmkarlar İttifaqı Hərəkatı və Sosial Fənlər Kafedrasının müəllimiyəm. Bugünkü mövzumuz sosial psixologiyada qrup problemidir. Gördüyümüz kimi planda 5 yarım başlıq var. Birinci sosial fasilitasiya, kütləvi koaksiya və interaksiya effektləri. İkinci qrup və sosial qrup anlamı. 3 sosial qrupun təsnifatı və tipologiyası. 4 qrupda rəhbərlik və liderlik sosial psixoloji fenomen kimi. 5-ci sual qrup diferensiyasının xüsusiyyətləridir. Əvvəlcə gəlin birinci sualımıza baxaq. Sosial fasilitasiya termininə. Sosial fasilitasiya termini nədir? Bu suala keçməzdən öncə qeyd edək ki, müəlliflərdən Norman Triplet velosipedçilərin stadionda yarışını təşkil edərək eksperimental yolla müəyyən etdiyi bu fenomeni o zaman yarışda liderlik uğrunda mübarizə şəraitində özünü göstərən dinamogen adlandırmışdır. Lakin bəzi psixoloqların fikrinə əsasən Norman Tripletin eksperimental sürətdə müəyyən etdiyi bu fenomeni krolik effekti adlandırmaq daha məqsədə uyğundur. Sonralar isə dinamogen amil fenomeni psixologiyada vətəndaşlıq hüququ qazana bilmir və həmin fenomen 1920-ci ildə Olport tərəfindən yeni bir termin kimi sosial fasilitasiya termini kimi işlənilməyə başlamışdı. Fasilitasiya ingilis sözü olub, mənası asanlaşdırmaq, kömək etmək deməkdir. Sosial fasilitasiya dedikdə sosial təmas şəraitində insanların bir-birlərinə göstərdiyi müsbət təsirlər nəzərdə tutulur. Gördüyümüz kimi sosial fasilitasiyanın 3 əsas səviyyəsi ayırd edilir və yaxud da effekti də deyə bilərik. Kütləvi effekt, koaksiya effekti və interaksiya effekti. Əvvəlcə gəlin kütləvi effektə baxaq. Kütləvi effekt nədir? Kütləvi effektdə başqa adam sosial situasiyada ancaq tamaşaçı qismində iştirak edir və özünü pasiv aparır. Lakin buna baxmayaraq o özünü pasiv aparsa da psixoloji cəhətdən sosial situasiyada iştirak edir və tamaşaçı rolunda insanların davranışını şərtləndirmiş olur. İkinci effekt koaksiya effektidir. İnsanlar birgə fəaliyyətdə iştirak edir, lakin bu zaman onlardan hər biri ancaq öz və üzərinə düşən vəzifələri icra edir və bir-birinə əslində qarşılıqlı sürətdə təsir göstərmirlər. Digər effekt koaksiya effektidir. Fərdlərin birgə işdə iştirakı əməkdaşlıq xarakteri daşıdıqda koaksiya effekti artıq interaksiya effektinə çevrilmiş olur. Sosial fasilitasiyanı şərtləndirən bir sıra amillər də vardır. Bu amillərə fərdin şəxsiyyət kimi xarakteristikası, situasiyanın və icra olunan tapşırığın xüsusiyyətlərinə aid edə bilərik. Aydındır ki, insan adət etdiyi, yaxşı öyrəndiyi işləri icra edərkən sosial fasilitasiyanın hər üç effekti daha çox müşahidə olunur. Onların səviyyəsi situasiyanın, xüsusilə də birinci növbədə fəaliyyət iştirakçılarının xüsusiyyətlərindən bilavasitə asılıdır. Göstərilən amillər sosial fasilitasiya effektlərini müəyyən hüdud dairəsində şərtləndirmiş olur. Məsələn, iş yeni və mürəkkəb olduqda başqa insanın həmin işdə iştirakı çox vaxt işin gedişatına ləngedici təsir göstərir ki, sosial psixologiyada buna sosial inhibisiya deyilir. İnhibisiya ingilis sözü olub, mənası ləngitmək, sakitləşdirmək mənalarında ifadə olunur. 20-ci illərdən sosial psixologiyada koaksiya effektlərinin öyrənilməsinə xüsusi diqqət yetirildi və bu sahədə aparılan ilk tədqiqatlarda əsas cəhdi müəyyən sosial situasiyada başqa adamın sadəcə olaraq iştirak etməsi faktı ilə bağlı idi. Birgə iş effekti dedikdə isə başqa insanların iştirakı nəticəsində insanın davranışının elə dəyişməsi nəzərdə tutulurdu ki, bu zaman onlar bir-birindən asılı olmayaraq eyni vaxtda eyni işi görə bilərlər. Keçirik növbəti sualımıza, qrup və sosial qrup anlamı. Adi dildə bu söz fərdlərin kifayət qədər sabit məzmusuna deyilir. Yəni, bizə məlumdur ki, qrup tarixən müəyyən olunmuş davranış və fəaliyyət qaydalarına malik olan insanların kifayət qədər sabit yığımına və məcmusuna deyilir. İlk dəfə olaraq sosial psixologiyada sosial qrup termini 18-ci əsrdə Donsov tərəfindən elmə gətirilmişdir. Müəlliflərdən Roy Baumeister və Leary'nin fikrincə, insanların təkamül keçmişində onların arasında rabitələrin yaranması yaşamaq uğrunda mübarizə üçün son dərəcə zəruri idi. Yəni, insanlar bir-birləri ilə birləşəndə, ovçuluq edəndə, yemli bitkilər yetişdirdikləri zaman partnyorlar tapmaq və uşaqlara qayğı göstərmək onlar üçün asan idi. Sosial psixologiyada sosial qrupların
bir çox funksiyaları var. Bunlardan müəlliflərdən Smezer sosial qrupların 4 əsas funksiyasını qeyd etmişdir. Birinci sosializasiya funksiyasıdır. Burada qrup üzvlərinin sosiallaşması, sosial təcrübənin mənimsəməsi və bir şəxsiyyət kimi formalaşması nəzərdə tutulur. Digər funksiya instrumental funksiyadır. Qrupda insanların birgə fəaliyyətinin bu və digər şəkildə həyata keçirilməsi nəzərdə tutulur və bu xüsusilə də kollektiv şəkildə həyata keçirilən fəaliyyət növlərində özünü göstərir. Məsələn, buna misal olaraq voleybol, futbol komandası və digər birgə fəaliyyətə əməl olunmadan həyata keçirilməsi mümkün olmayan digər fəaliyyət növlərində birləşən insan qruplarına aid etmək olar. Digər funksiya ekspressiv funksiyadır. Hansı ki, ekspressiv funksiya qrupda insanın rəğbətləndirmə, hörmət və etimada tələbatının təmin olunmasında ifadə olunmasıdır. Yəni, sosial qruplar insanların qeyd olunan tələbatlarını ödəmək vəzifəsini də yerinə yetirmiş olur. Növbəti funksiya müdafiəçi funksiyadır. Müdafiəçi funksiyaya gəldikdə isə sosial qrup öz üzvlərinin hərtərəfli müdafiəsi üçün əsaslı şərait yaradan bir birlik kimi fəaliyyət göstərir. İnsanlar həmişə bildiyimiz kimi çətin durumlara düşdüyü zaman birləşməyə meyil göstərirlər və onlar xoşagəlməz hissləri gizlətmək üçün qrupda psixoloji kömək arayırlar ki, bu da qrupun müdafiəçi funksiyası sayəsində həyata keçirilir. Bildiyimiz kimi qrup həyatının sirayət edici bir ab-havası var. Hansı ki, bu ab-hava dalğasında qrup üzvləri qrup normalarını və sərvət meyillərini mənimsədikcə, sosial-psixoloji cəhətdən qrupun həyatında köklü sürətlə dəyişikliklər əmələ gəlir, yəni identifikasiya prosesləri başlayır. Artıq o andan etibarən qrup üzvləri bir qayda olaraq özlərini onunla eyniləşdirməyə başlayırlar. Onlarda tədricən qrupa mənsubluq hissi biz hissi əmələ gəlir. Bunun psixoloji baxımdan ilk əlaməti isə ondan ibarətdir ki, qrupun hər bir üzvü qrupun nailiyyətini, öz nailiyyətini, uğursuzluğunu isə öz uğursuzluğu hesab edir və onları öz şəxsi nailiyyət və məğlubiyyəti kimi başa düşür. Biz hissi yaranan kimi qrup üzvlərinin insanlar aləmi də ikiləşir. Artıq biz hissi alternativi kimi onlar hissi yaranmağa başlayır. Biz və onlar dixotomiyası kökündə önəmli bir qat qruplararası münasibətlər qatı yaranmağa başlayır. Qrup insan üçün nə deməkdir? Bu sualı ilk dəfə olaraq müəlliflərdən Kurt Lewin cavablandırmışdır. Birinci, qrup şəxsiyyətin fəaliyyət göstərməsi üçün bir zəmindir. 2. Qrup məqsədlərin həyata keçirilməsi üçün bir vasitədir. 3. İnsan qrupun bir hissəsi onun ideyalarının daşıyıcısıdır. 4. Qrup insan üçün həyati məkandır. Biz qrup anlayışını həm kəmiyyət, həm də keyfiyyət baxımından izah edə bilərik. Yəni, qrup müəyyən insanlar çoxluğundan ibarətdir. Lakin, eyni bir sosial şəraitdə iki adamın sadəcə olaraq iştirakı sosial qrup adlandıra bilmərik. Hətta Amerikan sosial psixologiyasında bu cür qruplara qeyri-sosial qruplar deyilir. Eyni məkanda mövcud olan, lakin aralarında qarşılıqlı təsir olmayan iki və daha çox adam Amerikan sosial psixologiyasında qeyri-sosial qrup hesab olunur. Qrup özünəməxsus sistemdir və müəyyən bir struktura malikdir. Qrupa daxil olan hər bir adam onda müəyyən bir rol və vəzifə ifadə edir. Hər bir qrup özünün məqsədlərinə, normalarına, sərvət meyillərinə, sosial gözləmələrinə uyğun olaraq müxtəlif formalarda öz üzvlərinə nəzarət edir, onları rəğbətləndirir və ya cəzalandırır. Qrupun nəzərdən keçirdiyimiz xüsusiyyətləri içərisində onun həm struktur formal, həm də məzmun baxımından xüsusiyyətləri vardır. Struktur formal baxımdan xüsusiyyətlərinə nələr daxildir? Qrupun həcmi, tərkibi, kommunikasiya kanalları, rolların bölüşdürülməsi, tabellik sistemi və s. Məzmun baxımdan xüsusiyyətlərinə gəldikdə isə bura şəxsiyyətlərarası münasibətlər, liderlik üslubu, qrup sərvətləri və normaları, rəğbətləndirmə və cəzalandırma sistemi və s. aid edə bilərik. İnsanların həyatında qrup bilirik ki, önəmli bir rol oynayır, lakin bu müddanı düzgün bir şəkildə başa düşmək üçün iki cəhətdə biz xüsusilə önəm verməliyik. Birinci, şəxsiyyət nəinki kiçik qrupun, həm də eyni zamanda cəmiyyətin bir üzvüdür. Cəmiyyət şəxsiyyətə təkcə kiçik qrup vasitəsilə deyil, həm də digər başqa yollarla kütləvi informasiya vasitələri, təbliğat vasitələrindən istifadə edərək təsir göstərə bilir. İkincisi isə şəxsiyyət bildiyimiz kimi fəal bir varlıqdır. O özünün mövqe və roluna görə sosial qrup daxilində ictimai rəyin təşəkkülündə və formalaşmasına müxtəlif yollarla təsir göstərə bilir. Keçirik digər növbəti sualımıza.
Sosial psixologiyada qrupların təsnifatı. Sosial psixologiyada bildiyimiz kimi qrupları təsnif edərkən adətən onları qeyri-müəyyən və ixtiyari xarakteristikalarına istinad edilir. Qrupların sosial psixologiyadakı təsnifatını Andreyeva vermişdir. Andreyevanın təsnifatına baxaq. Bildiyimiz kimi qrupları iki növə ayırırıq. Real laborator və təbii real qruplara ayırd edilir. Hər hansı bir təsadüf əsasında yaranan qruplar laborator qruplardır ki, hansı ki mahiyyət etibarilə onlar difuz qruplar kimi meydana çıxır. Təbii real qrupları da kiçik və böyük olmaqla iki növə ayıra bilərik. Kiçik və böyük qrup anlayışları da qrupun kəmiyyət xarakteristikalarını birbaşa əks etdirmiş olur. Böyük və kiçik qruplar bir-birlərinə nəinki kəmiyyət, həm də eyni zamanda keyfiyyət baxımından da fərqlənirlər. Böyük qruplar bildiyimiz kimi bütövlükdə cəmiyyət, ölkə miqyasında mövcud olan insanlar məcmusudur. Bura siniflər, sosial təbəqələr, peşə qrupları, etnik qruplar, yaş qrupları və s. aid etmək olar. Və bir də əlavə olaraq eyni müəssisə işçilərini, istehsalat birliklərini və ərazi birliklərini sosial psixologiyada lokal qruplar da adlandırırlar. Referent qruplar nədir? Bildiyimiz kimi referent qruplar kiçik qrupların bir növüdür. 1942-ci ildə Hayman tərəfindən elmə gətirilmişdir. Referent qrupun özünün də iki növü vardır. Üzvlük referent, müqayisəli referent qruplar və bir də normativ referent qruplar. Andreyevanın fikrinə əsasən üzvlük və referent qrupların fərqləndirilməsi bəzi sahələrdə, xüsusilə də hüquq psixologiyası sahəsinin öyrənilməsi sahəsində tətbiqi tədqiqatlar üçün olduqca maraqlı perspektivlər açır. Üzvlük qrupu o qruplara deyilir ki, fərd öz-özlüyündə onun həyatında iştirak edir, yalnız qonaq kimi ruhən və qəlbən iştirak etmir və bu mənada da üzvlük qrupu bəzən iştirak qrupu da adlandırırlar. Referent qrupun növlərini əvvəldə qeyd etdik. Dedik ki, iki növ var, müqayisəli və normativ referent qruplar. Birinci halda insan bütün sosial hadisələri referent qrupun normaları müqayisə edərək qiymətləndirir ki, bunlara müqayisə edici referent qruplar deyilir. İkinci halda isə insan qrupun normalarını öz normaları kimi qəbul edir və onlara uyğun sürətdə hərəkət edir ki, bunlara da normativ referent qruplar deyilir. Keçirik növbəti sualımıza. Sosial psixologiyanın əsas müddəalarından biri ondan ibarətdir ki, qrupa daxil olan adamlar qrup fəaliyyətinin məzmununa və bir-birinə münasibətdə eyni mövqedə dayana bilməzlər. Yəni, həcmindən və xarakterindən asılı olmayaraq qrup daxili münasibətlər paritet bərabərlik deməkdir. Paritet bir xarakter daşımır. Yəni, qrupda şəxsiyyətlərarası münasibətlər qrup üzvlərinin sosial-psixoloji statusunu əks etdirir. Sosial psixologiyada bu cəhət rəhbər işçi, lider, tabe işçi anlayışları ilə ifadə olunmuş olur. Hər bir qrupun bildiyimiz kimi öz başçısı olur. Sosial psixoloji qrupların idarə edilməsi baxımından biz iki cəhəti, rəhbərlik və liderliyi fərqləndirə bilərik. Bildiyimiz kimi rəhbərlik nisbətən yüksək səlahiyyətli təşkilatlar tərəfindən rəsmi qaydalarda təyin olunduğu halda, lider mənsub olduğu qrup tərəfindən onların zaman-zaman hörmət və nüfuzunu qazandıqca qeyri-rəsmi qaydalarla müəyyən olunmuş olur. Müasir sosial psixologiyada liderlik anlayışının bildiyimiz kimi 50-dən artıq tərifi məlumdur. Liderin üç əsas funksiyası vardır. Təşkilatçılıq funksiyası, informasiya funksiyası və bir də sosializasiya funksiyası. Gəlin əvvəlcə təşkilatçılıq funksiyasına baxaq. Təşkilatçılıq funksiyası onda ifadə olunur ki, lider qrupun məqsədini müəyyən edir, qərar qəbulunu, aktual və perspektiv məqsədlərin yerinə yetirilməsi yollarını, rol və vəzifə bölgüsünü həyata keçirir, qrup üzvlərini konkret işlərə təhrik etmiş olur və onların birgə fəaliyyətini həyata keçirir. Digər funksiya informasiya funksiyasıdır. Qrup fəaliyyətinin səmərəli olması naminə bir tərəfdən zəruri informasiyanın toplanması, işlənməsi və hifz edilməsi, digər bir tərəfdən isə onların qrup üzvlərinə vaxtında verilməsi informasiya funksiyasının əsas cəhətini təşkil etmiş olur. Üçüncü sosializasiya funksiyasıdır. Sosializasiya funksiyası liderin müəyyən keyfiyyətləri formalaşdırmaq və tərbiyə etmək məqsədi ilə qrup üzvlərinə göstərdiyi təsirləri əks etdirmiş olur. Rəhbərlik və liderlik arasında bir sıra fərqlər var. Gəlin o fərqlərə baxaq. Birinci, rəhbərlik əvvəldə də qeyd etdiyimiz kimi rəsmi əsasda müəyyən sosial təşkilatlar tərəfindən rəsmi qaydalarda təyin olunduğu halda, lider isə qrup daxili şəxsiyyətlərarası münasibətlər əsasında spontan, yəni qapalı, gizli surətdə əmələ gələn bir prosesdir.
İkinci, rəhbərlik mikromühitin əsas tələbat və mənafeyinə müvafiq olaraq formalaşır və həyata keçirilir. O qrupda işçilərin vəziyyəti və onun fərdi nəticələri üçün qrup qarşısında heç bir əsas məsuliyyəti daşımış olur. Liderlik isə gizli bir prosesdir. Qrup və onun üzvlərinin tələbat və mənafeyinə müvafiq olaraq meydana çıxır və mövcud olur. Yəni, o qrup üzvləri qarşısında onların yerinə yetirdiyi vəzifələr qarşısında heç bir məsuliyyət daşımır. Digər funksiyası nədir? Rəhbərlik daha çox stabil xarakter daşıyır, onun sahəsi son dərəcə daha genişdir. Yəni rəhbər işçi başqa təşkilatlarda öz qrupunu təmsil edir və onun həmin qrupda münasibətini şərtləndirən məsələləri həll edir. Liderlik isə daha çox dinamik bir prosesdir. Yəni şəxsiyyətlərarası münasibətlərin formalaşması xüsusiyyətlərindən əsaslı şəkildə asılıdır. Dördüncü fərq nədir? Rəhbər işçiyə qanunla müəyyən olunmuş hüquq və səlahiyyət verildiyi halda, lider isə qanunla müəyyən olunmuş sanksiyalar sisteminə malik deyildir. Beşinci fərq, rəhbər işçi tərəfindən bu və ya digər məsələyə dair qərar qəbulu prosesi mürəkkəbdir və əsasən vasitəli bir xarakter daşıyır. Yəni, o böyük informasiya sistemi kanallarına malikdir və qərar qəbulu zamanı öz səlahiyyətini aşağı pillə işçilərinə həvalə edə bilər. Lider isə qrup tərəfindən qərarın qəbul edilməsinə təsir göstərir və onda daha çox bilavasitə iştirak edir. O, müəyyən bir informasiyanı qeyri-rəsmi rabitə sistemi kanalları vasitəsilə əldə etmiş olur. Müəlliflərdən Ammulberg Gələcəyin müəssisəsi rəhbərliyin strukturu, metodları və üslubu adlı əsərində qeyd edirdi ki, rəhbərlik etmək insanlara təsir etmək deməkdir. Amma bu təsir elə olmalıdır ki, onlar özlərinin yerini, nöqteyi nəzərlərini, fikir və hərəkətlərinin yönünü dəyişməlidir. Rəhbər işçilərə necə təsir göstərə bilər? Rəhbərin işçilərə təsirinin qaynaqları təbii ki, çox cəhətlidir. Freç və Raven bir neçə qaynaqları qeyd etmişlər. Birinci, məcbur etmə, 2, mükafatlandırma, 3, ənənə, 4, rəhbərin şəxsiyyəti və ya nümunə hakimiyyəti, 5, ekspert hakimiyyəti. Keçirin növbəti suala, qrup diferensiyasının xüsusiyyətləri. Qrup diferensiyasının xüsusiyyətləri dedikdə, qrupda qarşılıqlı münasibətlərin strukturu nəzərdə tutulur. Gördüyünüz kimi 3 əsas istiqaməti var: kommunikativ, funksional və bir də emotiv istiqamət. Funksional qarşılıqlı münasibətlərin 2 səviyyəsi ayırd edilir. Rəsmi və qeyri-rəsmi strukturu, həmin münasibətlər şaquli xətt üzrə vəzifə iyerarxiyasına görə bir-birinə tabe olan işçilər arasında və üfüqi xətt üzrə isə eyni vəzifəli işçilər arasında yaranmış olur. Rəsmi qarşılıqlı münasibətlər hər bir fərdin müvafiq qrupda onun rəsmi statusu ilə şərtlənən münasibətlərinin məcmusundan ibarətdir. Rəsmi struktur səviyyəsində qarşılıqlı münasibətlər fəaliyyətin normativ cəhətlərini əks etdirir və zəruri qaydalarla tənzim edilən işgüzar münasibətlərdə ifadə olunmuş olur. Qrupda rəsmi struktur ilə yanaşı sosial-psixoloji xarakter daşıyan qeyri-rəsmi strukturun yaranması ünsiyyətin qanunoğun cəhətlərindəndir və ictimai funksiyalarla müəyyən olunmur, şəxsi xarakter daşıyır. Sosial-psixoloji tədqiqatlar göstərir ki, qrupun qeyri-rəsmi strukturu ilə rəsmi strukturu bir-biri ilə üzvü şəkildə tamamlayır və bir-biri ilə ahəngdar surətdə uzlaşmış olur. Qrupda qarşılıqlı münasibətlərin strukturunun kommunikativ baxımdan təhlil edərkən sosiometriya və referentometriya üsulları ilə qrup üzvlərinin mövqeyini açıqlayırlar. Hansı ki, qrup diferensiyasının emotiv meyara əsasən təhlilində sosiometriyadan geniş istifadə olunur. Emosional ekspansivlik anlayışı ilə qrup daxili şəxsiyyətlər arası münasibətlər bu baxımdan xarakterizə olunur. Emosional ekspansivlik başqa cür buna emosional həssaslıq da deyilir. Şəxsiyyətin qrupa münasibətinin funksiyasıdır. Həmin anlayış şəxsiyyətin ünsiyyət tələbatını, onun qrup üzvlərinə emosional reaksiyalarına əsasən psixoloji fəallıq dərəcəsini əks etdirmiş olur. Emotivlik nöqteyi nəzərindən qrupda qarşılıqlı münasibətlərin 3 tipini fərqləndirmək olar. Simpatiya, indiferent və antipatiya qarşılıqlı münasibətlər emotivlik baxımından müxtəlif variantlarda təzahür etmiş olur. Mövzumuz bu qədər. Diqqətiniz üçün təşəkkürlər.